Çok düzgün qidadan başlayır. Təzyiqli bişirmə qida dəyərini qoruyurmu? Tərəvəzlərin bişirilməsinin qida dəyərinə təsiri ilə bağlı 100-dən çox məqalənin icmalında alimlər ən yaxşı nöqtəni tapmağa çalışıblar. Bir tərəfdən istilik bəzi vitaminləri məhv edir. Digər tərəfdən isə toxumaları yumşaldaraq qida maddələrinin sorulmasını artıra bilər. Nəticədə ən yaxşı üsul kimi buxarda bişirmə seçilib. Çünki qidanı suya və ya yağa salmırsan. Qida maddələri axıb getmir və çox yüksək quru istiliyə də məruz qalmır. Amma alimlər qeyd edirlər ki, ən az araşdırılan üsullardan biri də təzyiqli bişirmədir. İndi bazarda çoxlu elektrikli təzyiqli bişiricilər var. Məsələn, Instant Pot. Bəs qida dəyəri nə olur? Məsələn, əvvəlcədən isladılmış qara lobyanı 1 saat qaynadanda alınan antioksidant səviyyəsi ilə 15 dəqiqə təzyiq altında bişirməni müqayisə ediblər. Nəticə təəccüblüdür. Təzyiqli bişirmədə 6 dəfə daha çox antioksidant, yəni daha ucuz, daha dadlı və daha faydalı. Bu çox güclü kombinasiyadır. Bəs tərəvəzlər necə? Vitamin C istiliyə ən həssas vitaminlərdən biridir. Məsələn, ispanağı tavada 30 dəqiqə qovuranda vitamin C-nin təxminən 95% itir. Təzyiqli bişirmədə isə 10 dəqiqəlik bişirmə zamanı itki təxminən 90% olur. Amma kim ispanağı 30 dəqiqə qovurur ki? Ümumilikdə isə təkcə vitamin C yox, ümumi antioksidant tutumu da ölçüblər. Məsələn, kök 12 dəqiqə qaynatma ilə müqayisədə 5 dəqiqə təzyiqli bişirmə antioksidant dəyəri demək olar ki 2 qat artırıb. Yaşıl yarpaqlı tərəvəzlərə baxanda isə vaxt faktoru daha önəmli görünür. İspanaqda mikrodalğalı soba birinci yerdə olsa da, təzyiqli bişirmə adi qaynatmadan daha yaxşı nəticə verib. Yəni, temperaturdan çox, vaxt önəmlidir. Xüsusilə kələm kimilərdə, kələm gülü, pazı, kələm yarpaqları. Xərçəngə qarşı təsir göstərən qlükozinolatlar qaynadanda böyük ölçüdə itir. Amma təzyiqli bişirmədə itki xeyli az olur. Səbəb sadədir. Təzyiqli bişirmədə vaxt yarı-bayarı azdır. 7 dəqiqə təzyiq altında bişirmə, 15 dəqiqə qaynatmadan daha az qida etkisi yaradır. Mənim öz üsulum var. Təzyiqli bişiricinin altına biraz su qoyuram. Üstünə buxar səbəti yerləşdirirəm və göyərtiləri təzyiq altında buxarda bişirirəm. Cəmi 0 dəqiqə ayarlayıram. Təzyiq yaranan kimi söndürürəm və buxarı dərhal buraxıram. Nəticə, parlaq yaşıl rəng, yumşaq tekstura. Bir yoxlayın, fərqi görəcəksiniz.